Əziz valideynlər, oğlunuzun, qızınızın adını demək istəyirsiniz və üstəlik onun yaşı haqqında da demək istəyirsiniz, məlumat vermək istəyirsiniz. Bunu rus dilində necə edərsiniz? Gəlin öyrənək. Birinci, bu konstruksiya fikir verin, diqqətlə və nümunə gətirək. Моего сына зовут. Yəni, mənim oğlum adlanır deməkdir. Моего сына зовут. Məsələn, Orxan. Qızınızda deyəcəksiniz, мою дочь və yaxud мою дочку зовут. Məsələn, Günel. Və bu təkcə oğula qıza aid deyil, bütün kişi və qadın cinslərinə aiddir. Ona görə dedim ki, konstruksiya fikir verin. Eləcə də yaşları haqqında deyəndə deyəcəksiniz. Моему сыну və neçə yaşı var o haqda. Qızınız haqqında deyəcəksiniz. Моей дочке və neçə yaşı var o haqda. Ümid edirəm ki, izah edə bildim. Nümunə olaraq şərh bölməsində də yaza bilərsiniz. Öz uşağınız haqqında, öz yoldaşınız haqqında, dostunuz, rəfiqəniz haqqında praktik edə bilərsiniz. Bundan əlavə, hər gün axşam saat 11-də səni canlı yayıma dəvət edirəm. Hətta səhər saat 9-da da. Mənimlə bir yerdə 20-25 cümlə öyrənə biləcəksən. Nə dərəcədə bilib-bilmədiyini yoxlayacaqsan. Bundan da əlavə, yay boyu gözəl, yəni yay keçəcək zaten, amma necə keçəcək səndən asılıdır. Bu yay ərzində rus dilində sərbəst danışmaq istəyirsən, onda səni dərslərimə dəvət edirəm. Rus dili sadəcə 35 manata. Bu fürsəti əlindən buraxma.